Biraz səs-küyə səbəb olub bu il fitrə zəkatı ilə bağlı bizim açıqlamamız. Məsələn, başqa cür deyəsən, başa düşüb bəzi insanlar. Əvvəla onu deyim ki, fitrə zəkatının miqdarı şəriət tərəfindən müəyyən edilib. Bazara gedib insanlar özü baxa bilər. Arpa, buğda, kişmiş, un, düyü, xurma və s. Bu ərzaq məmulatlarından 3 kiloqramın qiyməti hər bir adamın adından ayrıla bilər. Ümumiyyətlə, mənim məbləğ demək borcum yoxdur ki, ümumiyyətlə. Yəni, bunu hər bir adam özü gedib bazardan tənzimləyə bilər və əgər arpa 30 qəpiyyədirsə, geçsin, məsələn, 1 manat ayırsın. Məni sadəcə təəccübləndirən budur ki, hər şeyə xərcləməyə pul tapırıq, fitrə zəkatı vaxtı nəsə manatların söhbətini edirik. Axı, mənim üçün ümumiyyətlə nə aidiyyəti var, mənə nə marağı var ki, fitrə zəkatı çox oldu, yaz oldu. Bizim sözümüz budur ki, fəqirlərə, ehtiyaclı insanlara mümkün qədər çox yardım edilsin, çox kömək edilsin və bu yardım əslində, çünki belə bir psixologiya da var. Az rəqəm deyən kimi imkanlı adam da gedir o az rəqəm, az miqdarda pul ayırır, vəsait ayırır. Bizim də sözümüz budur ki, yəni onsuz da imkanı çatmayan fitrə zəkatı ayırmır. Və yaxud da imkanı az olan gedib elə arpanın pulu ilə də ayıracaq onu. Amma imkanlı adamlar, gücü çatan adam mümkün qədər çox fitrə zəkatı ayırsın. Ümumiyyətlə, fitrə zəkatının fəlsəfəsi nədir? İndi bu ərzaq növlərini qoyublar şərti olaraq. Fəlsəfəsi budur ki, bir yoxsula bir yardım olsun. Məsələn, indi 30 qəpiyə tutaq ki, arpadır 1 manat ailə üzvünə, 3 manat, 5 manat verməyin, axı bu fəqirə nə faydası var? Yəni, bu minimumu şəriət müəyyən edib ki, kiminsə boynunda vacibat kimi qalmasın. Minimum hətta 3 kiloqram arpanın puludur. Hər ailə üzvünün adından. Bilmirəm, indi özünüz gedib baxa bilərsiniz. Neçəyədir, mən sözün düzü onu bilmirəm. Hər ailə üzvünün adından verilir, axşamdan ayırın, mümkün qədər tez verin, bayram namazına qədər verilməsi yaxşıdır, birdən çatmasa sonra da verməlidir. Fitrə zəkatı ödənməyənin orucu qəbul deyil, fitrə zəkatı vacibdir. Amma imkanı çatan adama, o insan ki, öz ehtiyaclarını ödəyə bilmir, onun fitrə zəkatı ayırması lazım deyil, onun özünə fitrə verilə bilər.